Salam dostlar, yenə xoş gördük. Deməli, dərslərimiz davam edir. Keçən dəfə dəlalətdən danışdıq və dəlaləti qismlərə ayırdıq. Sonda gəldik, ləfzi dəlalətdə qaldıq. Dedik ki, ləfzi dəlalətdə özü iki qismdir. Sözdən ibarət və sözdən ibarət olmayan. Yəni, şərti işarələr və s. Və dedik ki, sözdən ibarət olan vəz'i dəlالət, yəni şərti dəlalətin üç növü var. Onu bugün bu dərsdə bəhs eləyəcəyik. Deməli, məntiq alimləri üç növ sözdən ibarət şərti dəlalət qeyd ediblər. Birinci dəlالətə deyirlər dəlalətül mutabaqa, yəni tam uyğun dəlalət. Nə deməkdir bu tam uyğun dəlalət, mutabiq dəlalət? Əgər bir söz mənasının bütününə dəlalət edirsə, buna deyirlər mutabiqi, yəni tam uyğun dəlالət. Məsələn, deyirəm ki, İbn Sina kitabında yazıb. Burada İbn Sina sözü. Əgər İbn Sina sözü o nümunəyə tam şəkildə dəlalət edirsə, buna tam uyğun dəlالət deyirik. Və reallıqda bu cürdür. Biz İbn Sina deyəndə İbn Sinanın bütününü nəzərdə tuturuq. İbn Sinanın, belə deyək, hamısını nəzərdə tuturuq. İbn Sinanın hansısa bir təkcə ruhunu və ya bədənini və ya bədənin yalnız bir hissəsini nəzərdə tutmuruq. İbn Sina deyiriksə, İbn Sinanın varlığı nədən ibarətdirsə, onun hamısına dəlalət edir. Aydındır, buna deyirlər tam dəlalət, tam mənalı dəlalət. Söz mənanın bütününə dəlalət edirsə, bu mutabiqi dəlalətdir. İkinci növ dəlalət, buna deyirlər məna-daxili dəlالət, dəlalətü tədammun, zimni olan dəlالət, məna-daxili dəlالət. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər söz mənanın bütününə yox, onun yalnız bir hissəsinə dəlalət edirsə, bu məna-daxili dəlالətdir və ya zimni dəlالətdir. Məsələn, Quran-ı Kərimdə, burada müəllif Quran-ı Kərimdən bir misal gətirib. Quranda Allah buyurur ki, يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي أَذَانِهِمْ. Onlar, yəni Qurana müxalifətçilik törədənlər, Qurana qarşı çıxanlar, müşriklər və s. onlar barmaqlarını qulaqlarına tıxayardılar. Baxın, burada dostlar, barmaqlarını qulaqlarına tıxayardılar. Təbii ki, barmaq deyəndə qulağa tıxamaq. Onlar barmağın hamısını qulaqlarına tıxamırdılar. Onlar yalnız barmağın uc hissəsini qulaqlarına tıxayırdılar. Deməli, burada barmaq sözü keçir. Lakin bu barmaq o barmağın bütününə dəlalət edəmir. Onun yalnız bir hissəsinə dəlalət edir. Və ya məsələn, kimsə gəlirdi ki, kitabım cırılıb. Təbii ki, kitabım cırılıb deyəndə burada kitabın hansısa bir səhifəsi cırılıb. Onun kitabın bir hissəsi cırılıb. Amma danışanda, ifadə edəndə biz bunu bütünə aid edirik sanki. Yəni, ilk baxışdan o məna çıxır ki, biz kitabım cırılıb deyəndə ilk hala gələn nədir? Sanki kitabın hamısı cırılıb. Amma artıq bu istifadə forması insanlar arasında yaygın olduğu üçün insanlar başa düşür ki, burada məqsəd kitabın hamısı deyil. Kitabın bir hissəsidir, kitabın hansı səhifəsidir və ya səhifələridir. Bu da məna-daxili dəlalətdir. Və üçüncü, sonuncu növ dəlalət, buna iltizam dəlalət deyirlər, əlaqəli dəlalət. Nə deməkdir bu? Burada söz mənanın nə bütününə, nə də bir hissəsinə dəlalət eləmir. Sadəcə olaraq söz məna ilə əlaqəli olan fərqli bir şeyə dəlalət edir. Amma bu fərqli bir şeylə həmin məna arasında bir bağ var, bir əlaqə var. Ona görə o sözü ifadə edəndə, o sözü qeyd edəndə insan zehni avtomatik olaraq başqa bir mənaya yönəlir. Amma niyə başqa mənaya yönəlir? Çünki həmin sözlə, həmin məna arasında bir möhkəm bağ var. Tutalım, birinə deyirsiniz ki, mənə çay gətir. Burada çay gətir deyəndə məqsəd nədir? İsti çay gətir. Yəni, lazım deyil ki, qayıdıb desin ki, mənə isti çay gətir. O isti sözünü orada qeyd etməyə ehtiyac yoxdur. Nəyə görə? Çünki çay ilə o istilik arasında bir bağ var, bir əlaqə var. Aydındır. Ona görə burada çay gətir deyəndə və ya insan bu fikrini ifadə edərkən çay gətir deməsi kifayətdir. Sadəcə olaraq eşidən şəxs artıq bilir ki, bu çay ilə istilik arasında bir möhkəm bağ var. Ona görə o çayı isidib gətirir. Soyuq çay gətirmir. İndi istisnalar ola bilər. Kimsə soyuq çay istəyir, soyuq çay xoşlayır. O istisnadır. Onun üçün əlavə dəlillə sübuta ehtiyac var, əlavə bildirişə, məlumata ehtiyac var. Amma ümumilikdə çay ilə istilik arasında bir əlaqə olduğu üçün
Burada çay gətir deyəndə zehn avtomatik istiliyə yönəlir. Bu da dalalətin üçüncü və sonuncu növü. Yeni dərs, yeni mövzu. Əl-məfhum vəl-misdaq. Məfhum və misdaq. Məfhum nə deməkdir? Məfhum yəni anlayış. Məfhum, dostlar, insan zehnində formalaşan mənaya deyilir, anlayışa deyilir. Bizim zehnimizdə formalaşan məna, anlayış, təsəvvür, buna deyirik məfhum. Məfhum ərəb mənşəli sözdür, fəhim sözündəndir. Yəni, fəhim, fəhimə, başa düşməkdir. Məfhum yəni başa düşülən, anlaşılan. Deməli, burada mənaya işarə var, zehndə yaranan mənaya işarə var. Məsələn, istənilən bir məfhumu qeyd edə bilərsiniz burada. Tutalım, insan məfhumu. Zehnimizdə insan haqqında bir anlayış var. Və ya demokratiya məfhumu. Zehnimizdə demokratiya haqqında bir anlayış var. Bu zehnimizdəki anlayışdır. Bir də var o məfhumun misdaqı. Misdaq yəni predmet, yəni nümunə, xarici aləmdəki nümunəsi. Əlbəttə, xarici aləm deyəndə burada məqsəd nədir, onu izah edəcəm. Bir də var o məfhumun xarici aləmdə nümunəsi. Məsələn, deyirəm insan, bir məfhum olaraq deyirəm bunu. O insanla məqsəd zehnimdə yaranan məntiqi anlayışdır. İnsan yəni düşünən canlı. Məfhum deyəndə bu düşünməklik və canlılıq. Bunları nəzərdə tuturam, zehnimdəki o məna nəzərdə tutulur. Bir də var insan deyəndə xarici aləmdə konkret bir şəxsə işarə edirəm. Deyirəm bu insandır. Baxın, xarici aləmdə artıq konkret bir şəxsə, nümunəyə işarə edirəm. Deyirəm, məsələn, bu insan danışığını bilmir, bu insan danışığını bacarmır və s. və ilaxır. Aydındır, burada artıq nədir? Konkretlik var, nümunə var. Zehinlə xarici aləmin fərqi budur ki, zehində anlayışlar ümumidir. Məsələn, insan deyirəm, bu ümumi anlayışdır. Amma xarici aləmdə predmetlər konkretdir. Xarici aləmdə konkret predmetə işarə edərkən, predmet haqqında danışarkən konkret predmetə işarə edirəm. Deyirəm, bu insan. Demirəm, insan danışığını bilmir. Xeyr, deyirəm, bu insan danışığını bilmir. Niyə? Çünki xarici aləmdə mən nə edirəm? Danışarkən onu müəyyənləşdirməliyəm, nümunəni konkret göstərməliyəm. Deməli, məfhum zehində yaranan anlayışdır, təsəvvürlərdir, ümumidirlər, mücərrəddirlər. Amma nümunələr, bunlar xarici aləmdədirlər, konkretdirlər və onları gözlə görmək, işarə etmək mümkündür. Əlbəttə, burada predmetlər arasında fərq qoymaq lazımdır. Bəzi predmetlər var ki, bunlar maddidirlər. Niyə? Çünki məfhumları biz bir bölgüdə 3 qismə ayırırıq. Var, məsələn, maddi məfhumlar, var fəlsəfi məfhumlar, var məntiqi məfhumlar. Maddi məfhum biraz ola bilsin, çox dəqiq olmasın, buna mahiyyət məfhumu da deyirlər. Mahiyyət məfhumu, hansı ki, onların nümunələri birbaşa xarici aləmdədir. Məsələn, insan məfhumunun xarici aləmdə nümunəsi var. Niyə? Çünki bu insan məfhumu və ya ağac məfhumu, günəş məfhumu və s. bunlar xarici aləmi dərk prosesində yaranır, zehnimizdə formalaşır. Deməli, mahiyyət məfhumları o məfhumlardır ki, zehnimizdə, xarici aləmi dərk prosesində zehnimizdə yaranan məfhumlardır. Biz xarici aləmdəki nəsnələrlə kontakt qurarkən, onlarla təmasda olarkən, onları idrak edərkən, onlar haqqında zehnimizdə bir məna, təsəvvür formalaşır. Buna deyirlər mahiyyət məfhumları. İkinci fəlsəfi məfhumlardır, dostlar. Fəlsəfi məfhumlar xarici aləmdə birbaşa müstəqil nümunəsi yoxdur. Amma onu biz xarici aləmdə mövcud olan hadisələrə, proseslərə tətbiq edə bilirik. Məsələn, ədalət məfhumu bu fəlsəfi bir məfhumdur. Xarici aləmdə siz konkret bir nümunə göstərib deyə bilməzsiniz ki, bu ədalətin özüdür. Aydındır, bu ədalətdir deyə bilməzsiniz. Çünki ədalət mücərrəd bir anlayışdır. Xarici aləmdə onun nümunəsi yoxdur. Lakin siz xarici aləmdə baş verən hansısa bir prosesi ədalətlə vəsf edə bilərsiniz. Tutalım, deyirsiniz ki, bu proses ədalətli prosesdir. Bu yanaşma, bu təklif ədalətli təklifdir, ədalətli yanaşmadır və s. Deməli, fəlsəfi məfhum o məfhumdur ki, mahiyyət məfhumundan fərqli olaraq xarici aləmdə birbaşa konkret özünə aid nümunə yoxdur. Məsələn, ədalətin xarici aləmdə birbaşa konkret nümunəsi yoxdur. Eynilə insan kimi. İnsan elə məfhumdur ki, o xarici aləmdə nümunəyə göstərib deyir, bu insandır. Amma ədalətdə bu mümkün deyil. Bu ədalətdir deyə bilmirik. Amma hansısa bir prosesi, hansısa bir hadisəni sadəcə olaraq ədalətlə baxın vəsf edə bilirik. Vəsf başqadır, bu ədalətdir demək başqadır. Aydındır. Və üçüncü gəlir məntiqi məfhumlar. Məntiqi məfhumlar budur ki, onun həm məfhum müstəvisində, o həm məfhum müstəvisində, həm də predmet müstəvisində zehindədir.
Məsələn, deyirik ki, ümumilik məntiqi bir anlayışdır. Kulli anlayışı, ümumi anlayışı. Bu ümumilik, ümumi məntiqi bir məfhumdur. Nəyə görə məntiqi məfhumdur? Çünki bu ümumi anlayışı, mücərrəd bir anlayışdır, zehindədir və onun nümunəsi də zehindədir. Məsələn, ümumi məfhumunun nümunəsi nədir? İnsan məfhumu. İnsan məfhumu da ümumi məfhumdur və digər məfhumlar və s. Deməli, burada həm məfhumun özü, ümumilik, baxın diqqət edin buna, ümumilik, həm ümumilik özü mücərrəddir, xarici aləmdə mövcud deyil, ancaq zehindədir. Həm də onun nümunəsi olan insanlıq, insanlıq da ümumi anlayışdır, xarici aləmdə mövcud deyil. Həm onun nümunəsi olan insanlıq da, o da nədir? Zehindədir. Xülasə etsək, mahiyyət anlayışı budur ki, məfhum zehindədir, nümunə xarici aləmdədir. Fəlsəfi anlayış budur ki, məfhum zehindədir. Nümunəsi xarici aləmdə yoxdur, amma onu xarici aləmə tətbiq edə bilirik. Hadisələri bu məfhumdan vəsf edə bilirik. Məntiqi anlayış nədir? Həm məfhum, həm predmet, hər ikisi də zehindədir. Xarici aləmdə ondan əsər əlamət yoxdur. Bu məfhumların növləri idi. Dostlar, məfhum və misdaq bəhsi bizə harda dərdimizə dəyir? Məsələn, biri soruşa bilər ki, bu bəhsi biz niyə edirik? Bu mövzunun müzakirəsi bizə niyə lazımdır? Deməli, bu mövzunun müzakirəsi bizə ona görə lazımdır ki, biz hansısa bir mövzu barədə danışarkən orada bəzən görürük ki, bəzi insanlar məfhumla nümunə arasında, məfhumla predmet arasında fərq qoya bilmirlər. Məsələn, tutalım, biri gəlir deyir ki, ədalət deyilən bir şey yoxdur. Məsələn, baxın dünyaya, dünyanın harasında ədalət var. Deməli, ədalət yaxşı bir şey deyil. Burada nə var? Burada bir məfhum anlayış var, ədalət məfhumu. Hansı ki, biz deyirik ki, o mütləq şəkildə gözəldir, doğrudur. Bir də nümunə anlayış var, hansı ki, ölkələrdə o tətbiq olunur. Məsələn, bu insan gəlib deyir ki, ədalət deyilən bir şey yaxşı bir şey deyil. Niyə? Çünki biz xarici aləmdə baxırıq dövlətlərin siyasətlərinə filan, görürük ki, onlar hamısı müəyyən haqsızlıqlar üzərində qurulubdur. Deməli, ədalət yaxşı bir şey deyil. Burada nə oldu? Məfhumla misdaq arasında, məfhumla nümunə arasında fərq qoyulmadı. Və ya, məsələn, deyirik ki, demokratiya deyilən bir şey boş şeydir. Niyə? Baxın, deyirik, hegemon ölkələrə hamısında demokratiyadan əsər əlamət yoxdur. Burada da yenə məfhumla nümunə arasında fərq qoyulmalıdır. Biz deyəndə ki, demokratiya yaxşı bir şeydir, biz məfhum müstəvisində bunu nəzərdə tuturuq. Anlayış müstəvisində bunu nəzərdə tuturuq. Demokratiyanın prinsiplərini mücərrəd müstəvidə müzakirə edərək bunu nəzərdə tuturuq ki, demokratiya yaxşı bir şeydir. Amma indi praktikada kimlərsə onu düzgün tətbiq eləmir. Bu o deməkdir ki, demokratiya boş şeydir, mənasız bir şeydir, lazımsız bir şeydir. Və bunu biz din müstəvisinə də gətirə bilərik. Məsələn, dini tənqid edərkən insanların adətən istinad nöqtələri nümunələrdir. Məsələn, dindarlıq nədir ki, boş şeydir, mənasız bir şeydir. Baxın filan kəslərə görün necə həyat sürürlər, adlarını dindar qoyublar, amma yaşayışlarına baxın, haqsızlıqlar üzərində qurulubdur. Burada da yenə nə ilə nə arasında fərq qoyulmalıdır? Dindarlıqla dindarlar arasında, yəni məfhumla nümunə arasında. Biz deyəndə ki, dindarlıq yaxşı şeydir, onu məfhum müstəvisində nəzərdə tuturuq. Deyir ki, dindarlıq ona görə yaxşı şeydir ki, insan dindar olanda haqsızlıq eləmir, zülm eləmir, kimsə haqqına girmir, kimsə arxasınca pis danışmır və s. və ilaxır. Allahın hökmlərinə riayət eləyir və s. Amma xarici aləmdə mövcud olan nümunələr, dindarlar buna riayət etmirsə, o dindarlıq anlayışının problemidir. O həmin şəxsin problemidir ki, buna əməl etmir. Deməli, məfhum və misdaq, məfhum və predmet, anlayış və nümunə bizə bu yerlərdə, bu müzakirələrdə lazımdır ki, biz hansısa bir məsələni müzakirə edərkən, hansısa bir nəzəriyyəni müzakirə edərkən, burada anlayışla nümunə arasında fərq qoyaq. Ümid edirəm, aydın oldu. Növbəti dərslərdə görüşənədək.